Hamınıza salam dostlar. Necəsiniz? Buna baxın. Görünmürəm. Buna. Nə hayasıyım. Keçin içəri. Mənə sözsüz biləsiniz. Oyma konuşma adamı. Vallahi ördeği vurup öldürüp. Neyse buralar itki yaşadım trenle bugün arasında. Bir tane bundan gitti. Bir tane onlardan qara astrologumuz gitti. Bunlar ikisi də əzdi. Eyni gündə, eyni vaxtda ikisi də əzdi. Buna gəlib baxanda gördüğüm şeydi artıq. Can verirdi bunda ama ölmüşdü. Bağırsağı belə çıxmışdı heyvanın. İki tane bunlar eyni gündə dünənlər səhər idi. Yoxsa ondan əvvəlki gün səhər idi belki də. Əzib öldürmüşlər. İndi gəlib görürəm ki belə. Yəni şeydir. Ölüb qalıb ördək. Dövlənə oxşurda keçin içəri. Dövlənə oxşur. Beli falan kırmızı meyvə şirəsidir. Başqa bir şey ola bilməz yəni. Azıcık baxın belə bu tərəfinə gəlsin nə boyda heyvanda. Əlimlə bir boyutduyum nə boyda da. Baxım belə saxlaya bilmirəm. Yer yoxdur mu deyim, nə deyim. Yerlər altlardakı bunlar da tez batırırlar. 2 gün olar olmaz heç təmizlədiyim 2 günə qoyublar altlarına. 2 günə qoyublar altlarına. Bakın yumurta aldığım yeri geri qaytarım. Geri qaytarım dedim yani onlara. Verim bu balaları. Saxlaya bilmirəm. Yəni yerim yoxdur deyək də. Qəşəng iri ördəkdir özü də. Tutur çırpır öldürür. Qəşəng də 20 günlüyə yaxın heyvanlardır. Öz balaları qəşəng böyük maşallah. Bax qəşəng balalar böyütür. Mənə çox deyil. Qəşəng balalar özünüzlər qəşəng böyüyürlər maşallah olsun. Baxın kraslarları göstərim. Bunlar qəşəng böyüyürlər. 12-13 günlüklər təxminə. Zaten onsuz mən səsliləri satacağım. Bir dişi bir erkeği saklayacağım. Neyinirəm zaten bunları öldürdülər də. Birinin anası yedi. Birini bu öldürdü. Bunlar da verimde belki orada yaşayarlar. Yani burada qalmağa yer yoxdur deyim. Saxlamağa yerim yoxdur mu deyim, nə deyim. Yani qoymur yaşamağa. Düşmür mü deyim, nə bilim valla. Su nə verirəm, sularını deməli qatıram tetravit vitaminindən qatıb. Biraz yağlı qarışmır, amma yenə qatıb verirəm. Sonra bunlara çiktonik verirəm, bunlara çiktoniklə endoflaksin qarışdırıb ikisini verirəm. Eyfə nə boyda ördək idi. Neyse qismət deyilmiş. Gəlib yumurtamağa. Lider. Hərəmiz. Bunun da altına deyirdim səs 4 dənə yumurtasını qoymuşam. Onlar hamısı xarab idi. 4 dənə yumurta hamısı xarab idi. Bəlkə deməmişəm yadımda gəlmir. Səs ördəyi durdu bu arada. Hamısı xarab idi attım. İndi bunun altı 8 dənə yumurta var. Olay yoxlayacağım. İndi yoxlayaq görüm. Altı neçə dənə dolu yumurtamız var. Heç nə olmur. Biri doludur. İkincisi de doludur. Üçüncüsü de bakın doludur.
Yəni belə yoxlayabilirsiniz. İşıqda tutursunuz baxın. Görürsünüz şeylər bilinir ki içində bala var ya yox. Baxın bunda bala var. İndi ekranda görünmür. Bu da doludur. 2 yumurta qaldı. 2 dənə qaldı deyəsən, 3 dənə. Bu da doludur. Baxın, boş olanda baxın necə göstərim. Sapsarı olurdu, yəni boş olanda işıq kimi. Bu da doludur. Bir də yumurtası qaldı, yoxsa qutardı. Qutardı. Yox, qalıb bir dənə. Hara getdirirsin yumurta, bu da qoy. Bu da doluymuş. 8'inden 8 de doludu. Bu elə bil ki, nə vaxt yatıb, bu ördək yoxladım ay yumurtasını. O gündən də bir gün əvvəl elə yatmışdı. Yəni yata dura, onu da sayıram. Yəni o gündən yatıb deyək də. Hesaplayarsınız, deyirsiniz biriniz. Mən qara ördəyin yumurtasını yoxladım ha. O günün bir gün əvvəlindən. Xeyirli olsun, alaram ördək yumurta olan yoxlamağına görə. Deməli, astrologlarımızın 8 dənəsi qalıb. O özüm aldım ki, anası eşəliyir, biraz dəli toyuqdur bu. Gələn də fikir tutursa, böyük ehtimal ki, yatıran deyiləm, dəli toyuqdur çünki. Həm ilkilidir, həm də dəli toyuqdur. Dəlidir, dəli. Qaçır o tərəf, bu tərəf dəli kimi. Nə bilim, şey deyil. Bala baxmaq üçün yaxşı bir toyuq deyil. Balaların həm yaxşı baxmır. Yenə də ilk olsa da yenə dəli toyuqdur. Bunlar da bir 12 günlük yol olarmı? Yəni, bilməm də. Havalar istədiyə yaxşı inkişaf getmir heyvanlarda. Havalandırma falan da yoxdur deyim. Elə yaxşı havalandırmadan sərinlik olub gedər. Yəni yemləri yaxşı, vitaminlər, suları vitaminli falan. Amma ki yenə inkişaf biraz zəifdir. İstilikdən irəli gəlir. Onlar daqqıltısına zəhləmi gedir də. Bu da safqan olduğunu bilməsəm də, yəni bu da astrologdur yəni. Çoxlu selebrisidir. Bir dənə Xarkovumuz vardı, öldü. Ölən oydu. 12 dənə cobunda qalıb, 12 dənə cobunda qalıb. 13-13 idi ikisində də. Bu da saqqallı cəmiz. Baxın saqqallı cəmizə. Yemlər sular bitir, yemlər sularını verim. Evet, fərəmiz buradadır. Qoy biraz şey olsun deyə. Özünə gəlsin deyə bir həftəlik falan orada saxlayıram. Saxlayacağım da dost belə. 3-4 gündə oradadır. Xoruz da sürüdədir. Servis xoruzunu ayırtmışam, sürüdən çıxartmışam, başqa bir yerdədir. Hindədir, yəni sürüdə deyil də. Sürüdə canavar var, Türkiyə xoruzu var, bir də Herat xoruzu var. Lider burada Heratı xoruzudur. Yəni lider budur. Hal-hazırda. Ördəklərimizin bu iki ana ördək də ağlar cütə gəlib cütləşirlər. Bunu bugün nə gördüm? Bu da ki 5-6 gün olar. 6 gün olmasa da 5 gün, 4 gün var. Ondan sonra görürəm bunlar nəsə cütləşmək istəyən kimidirlər. Yəni bunlar 5 aylıq olanlardır. Gələn ayın 5-i 5 aylıq olurlar. İstəyən olsa budur 5 aylıq, 5 aylıq, bu da erkəkdir. Bu 300 satılır. İstəyən olsa anaları da 15-dən verəcəm birinin. Bunları 12-dən verirəm.
üçünü alana bir cüzə indirim olacaq. Ünvan Quba rayonu Sayıqşaq kəndidir. Çatdırılma mövcud deyil. İstəyən gəlib qapıdan ala bilər. İstəyən üçünü ala bilər. İstəyən 2 an orada ala bilər. Bunlar da yaxın zamanda yumurtayacaqlar inşallah. Bir neçə yumurtayası heyvanlardır. Bunlar da həmçinin cütləşirlər. Tez bir zamanda yumurtayacaqlar. Yəni belə. İlk ördəyimizə tək qalıb. Sadəcə bunu satmıram. Bir bunu satmıram. Bir də bunu. Bu həm yaşlıdır. Həm də bunu özümə saxlayacağım. Bu da ki, onun yaşlı baş deyə bunu saxlayacağım. Belə dostlar. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Gələn videolarda inşallah ki, görüşmək ümidi ilə görüşərik. Hələlik.